Növbəti sualda soruşur ki, günümüzdə bəzi təkfirçilər böyük şirk edən şəxsə hüccətin çatmasını şərt görmür və deyirlər ki, internetin, kitabların və elm əhlinin mövcud olması öz-özlüyündə hüccətin çatması deməkdir. Həmçinin belə bir şübhə gətirirlər ki, necə olur mən tövhidə əməl edib cənnətə girəm, böyük şirk edən də şəxs də üzr sayılıb cənnətə girsin. O ki qaldı kitabların, internetin mövcud olduğu, biz deyirik ki, bugünkü günü açın bir interneti. İstənilən tövhid sələfi bir deyək öz dilimizdə götürün. İstənilən sələfi kanalına baxın. Tövhid barədə keçilən dərslərə baxın. Bizim tövhid əqidəsində olan qardaş bacılarımız bu dərsləri dinləmirlər. Baxış sayı 100-200 arasında 500-dən artıq keçməmək şərti ilə dövr edir. Amma sonra açın şirk əhlinin, bidət əhlinin videolarına baxın. 10 minlərlə, 100 minlərlə. Sıradan bir cahil insan sosial şəbəkəyə daxil olduqda qarşısına 2 video çıxır. Birinə baxır ki, filan hacı filan kəsin dərsidir, 200 min baxış var. Sonra da baxır ki, filan elm tələbəsinin dərsi var, 200 baxış var. Hansını seçib baxacaq? Təbii ki, 200 min olanı. O hələ bilmir ki, kim haqdır. Ona qulaq asıb ona uyacaq. Buna hüccət necə çatdı? Yəni İnternetdə bir şeyin mövcud olması o demək deyil ki, onu dinləyirlər. Elə həmin bu sual o şübhəni gətirən adamların özünə biz deyirik ki, o təkfirçilərin özünə deyirik ki, məgər siz dərslərin hamısını dinləyirsiniz, özünüz qarşı tərəfsə deyə qulaq asmırsınızsa, cahil bir müsəlman və yaxud başqa bir firqəyə mənsub olan birisi necə qulaq asacaq? Sənə mənə necə qulaq asacaq? Heç bir halda qulaq asmayacaq. Və sonra deyəcək ki, qulaq asmalıydı, qulaq asmadığına görə o cahillik ona üzr deyil. Necə olur? Onda sənə də üzr deyil. Sənin də bidətində və zəlalətində qalmağına sənin də üzrün yoxdur. Çünki dərslər var və bizim bu qədər dəlillərlə bəyan etdiyimiz dərslər var və siz bu dərsləri dinləmirsiniz. Özünüz belə dinləmirsiniz. İnternetdə bu qədər kitablar var, bu qədər dərslər var. O ki qaldı deməsi ki, necə olur ki, mən də cənnətə girim onlar da, bu emosiya ilə danışmaqdır. Bu dəlilsiz, cahilcəsinə danışmaqdır. Bu dəlilsiz, cahilcəsinə danışmaqdır. Məyər cənnətə girənlərin hamısı eyni anda girir? Məyər cənnətə girənlərin hamısı cənnətdə eyni mərtəbədə olur? Bu adamın şərii məsələlərdən xəbərsizliyinə bir işarətdir. Deməli bu adam şərii məsələlərdən, xüsusən axirət məsələlərindən xəbərsizdir. Cənnət və cəhənnəm məsələlərindən xəbərsizdir. Xəbəri olsaydı bu şəkildə danışmazdı. Fəzilətli şeyx, hüccət onlara çatdırılmadan əvvəl qəbir sahiblərinə ibadət edənləri kafir hesab edən kimsəyə təkfirçidir deyirlərmi? Ey qardaşım, hüccət artıq onların əleyhinə qalxmışdı. Onların əleyhinə hüccət qalxmışdı. Lakin onlar inadkarlıq edirlər. Məgər onlar Qurana qulaq asmırlar və ya onu əzbərləyib gözəl səslərlə tərtil etmirlərmi? Orada şirkdən çəkindirən qadağa vardı. Onlar isə buna əhəmiyyət vermirlər. Beləliklə, onların əleyhinə hüccət qalxmışdı. Fəzilətli şeyx, Allah sizi müvəffəq etsin. Müəllif, Allah ona rəhmət etsin, deyir. Şeytan İslam əhlindən olan bir cəmaatı aldatmışdır. Nə üçün onları İslam əhli adlandırdı? Halbuki onlar müşrikdilər. Mənsubiyyətlərinə görə, İslama mənsubiyyətlərinə görə.